İnşallah hər birinizi salamlayıram. Ümidvaram hamınız yaxşısınız. Bu gün sizinlə GTA San Andreas Baku mobil nətər yüklənir onu izah edəcəm. İlk növbədə kanala abunə olub like atmağı unutmayaq. İlk növbədə də biz yürüyük. İlk növbədə Zaziberi yürüyük. Zaziberi yazıb yürüyük bunu. Hal-hazırda məndə yürüdü. Ondan sonra Zap Z. Zap Z. Bunu da yürüyük. Məndə hal-hazırda yürüdü. Yüklənə qurtardıqdan sonra həmin o Japuzu var. Japuzu var. De bu. Buna giririk. Aşağı bölmədə Kubo Rander yazılır. Rander. Kubo Rander. Kubo Rander. Deyək. Bax bu bölmədən uşaqlar. Sizdə Adrena da ola bilər. Məndə Mali də ola bilər, Power də ola bilər. Məndə hal-hazırda Powerdir. Mən altda link qoyacağam. Yəni videonun altında link qoyacağım. Ona daxil olub sizdə hansıdırsa buradan baxıb yoxlayıb ona basıb yükləyərsiniz. Məndə hal-hazırda yüklüdür deyənə mən hazır yükləyirəm. Hazırdır. Bax belə yükləndə hazırdır. Sizdə də yüklənib hazır olandan sonra giririk Zaziberə. Buradan Dovlandı seçirik. Dovland düyməsini. Burada GTA San Andreas mobili var. Gördüğünüz kimi. GTA mobili gördüğünüz kimi. Buna bastıq. Burada görüntülər var. GTA mobili, Power. Sizdə Mali də ola bilər, Android də ola bilər. Görüntüləyə deyirik. Burada GTA uşaqlar deyib o GTA San Andreas Games. GTA Games GTA-sa. Gördüyünüz kimi buna basırıq. Buna basmırıq. Bunun üstündən basıb saxlayırıq beləcə. Kopyalaya basırıq. Sonra Dovland var yuxarıda. Dovland. Onun üstündən bir dəfə belə basırıq. Cihaz hafızası. Ondan sonrası basırıq burada Android. Data. Data basdıqdan sonra bu sizdə gələcək. Bax bu. Buna basarsınız burada çıxardacaq. Gözləyirik inşallah çıxarsın. Uşaqlar. Bu qədər. Sonra yuxarı qalxıb burada data var. Data. Gördüyünüz kimi datanın üstünə bir dəfə toxunuruq. Cihaz hafızası təzədən eyni qaydada cihaz